30 yaşlı bu xanımın bu hissədə dişləri yoxdur. 3 ədəd diş yoxdur burada. Ön dişlər vinirdir. Gördüyümüz kimi bax arxaları qalıb, qabaqlar yoxulub. Ön dişlər vinirdir. Amma burada həm sümük dardır, həm də hündürlük yoxdur ki, belə implantı qoyaq. Axı buradan haymor boşluğu keçir. Rentgendə də görsək, ölçülərə bir diqqət edəsək, görəcəyik ki, doğrudan nədir? Alman implantı 3,8 diametr, 7 mm uzunluq. Üstdə sümüyün çat olan hissələri dəf eləyib, daha alt tərəflərə bağlayacağıq. Tamamen sümüyün içindədir. 15-dən keçir. Daha bundan artıq sıxmaq istəmirəm. Yine Alman implantı. Eyni diametr. 3,8 diametrdir. Yani 3 mm .8 belə deyək. Tam 4 değil. 7 mm də qalınlıq. Bu kadar da bəs elədi bizə. İki implantımızı yerləşdirmiş olduq. Və implantlarımızı paralel yerləşdirdiyimizi düşünürəm. Tamamen hər tərəfdən sümüyün içində və paralel. Qapalı sinüs liftinglə ala biləcəyimiz nəticə. Burada inanın ki, bundan artıq bir etap bundan artıq qalın implant qoysam, artıq sümükdən gəlib çölə çıxacaqdır. Miləmil hər tərəfdə sümüyün qalınlığına əhatə eləmiş olduq. Bizim burada 5 mm yerimiz var idi. Sümüyün hündürlüyü ilə bərabər 5 mm. Sümüyün hündürlüyündən biz təxminən 1 mm yarım götürdük. Yerdə qaldı bizim 4 mm, 3 mm yarımımız. Amma 7 mm'lik implant bağladıq. Nəyin hesabına? Çünki qapalı sinus lifting haymorun damını qaldırıb, dibini qaldırıb, belə deyək, ora implantlarımızı yerləşdirdik. Sadəcə vidalarımızı bağlayaq. Deməli, nə elədik? Qapalı sinus lifting elədik iki tərəfə də. Nəzərdə tutulan uzunluqda implantı yerləşdirə bildik. 2 implant yerləşdirdik və diş əti köçürməsi olundu. Mən elə gəlir ki, ən ideal vəziyyət olundu. Mən elə fikirləşirəm bir həkim kimi. Ağrı oldu mu? Narahatsınız mı? Nə demək istəyirsiniz? Hər şey əladır. Niyə gülürsünüz? Əməliyyatda gülürlər. Ağlamırsınız ağrıdan. Ağlamışdım, amma indi ağlamıram. Əməliyyatdan qabaq ağlamışdınız. Əməliyyatda ağlamadınız. Yaxşı.